Salam əziz izləyicilər. Bugün sizə çox fərqli və inanılmaz dadlı bir peçenya tortu hazırlayıram. Bu tortun dadı sanki dondurma kimidir. Həm yumşaq, həm ətirli, həm də yüngül. İndi keçək ərzaqlarımıza. Krem üçün mən götürürəm 1 litr süd, 1 stəkan şəkər tozu, 2 yumurtanın sarısı, 2 xörək qaşığı un, 2 xörək qaşığı nişasta, 2 xörək qaşığı kakao, 2 xörək qaşığı kərə yağı, 150 qram şokolad və 1 paçka vanil və təbii ki, əsas hissə 2 paçka peçenya. İndi başlayıram. Südü qazana əlavə edirəm. İçinə şəkəri, yumurtanın sarısını, unu, nişastanı qatıb qarışdırıram. Krem qatlaşına qədər bişirirəm. Qatlaşdıqdan sonra içinə kakaonu, kərə yağı və şokoladı əlavə edirəm. Tam əriyənə qədər qarışdırıram və baxın necə gözəl ətirli bir krem alınır. Hazırlama qaydasını aşağıda qeyd edəcəm. Onu mütləq qeyd etməliyim ki, kremi isti-isti peçenyaya əlavə etmək lazımdır. Tortumuz daha yaxşı alınsın. Kremi ocaqdan götürüb tortumuzu yığmağa başlayıram. Alt qata peçenyaları düzürəm, üzərinə isti kremdən əlavə edirəm. Sonra yenə bir qat peçenya, bir qat krem bu qayda ilə qat-qat düzürəm. İstəyənlər peçenyanı əvvəlcədən xırdalayıb əlavə edə bilər. Bu artıq zövqə görədir. Üzərini isə mən biraz fərqli etdim. Kakao səpmədim. Əvəzində peçenyanı xırdalayıb üzərinə səpdim. Həm görünüşü gözəl alındı, həm də dadına başqa bir ləzzət qatdı. Onu da qeyd edim ki, tortu soyuducuya qoymaq lazımdır və bir gün soyuducuda qalmalıdır. Mən tortu bir gün soyuducuda saxlayıb səhəri gün çıxardanda isə baxın möcüzə kimi bir tort alınır. Yumuşaq, dondurma dadında və çox fərqli. Əgər siz də belə sadə amma dadına doyulmaz tortlar sevirsinizsə, bu resepti mütləq sınayın. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Hələlik.